Beyində törəmələr, şişlər və ümumiyyətlə bu istiqamətdə problem yaşayan şəxslər sizin üçün doğru, düzgün diaqnoz və eyni zamanda peşəkar həkim istiqaməti çox vacibdir. Və biz bununla bağlı Apro Hospitalda neyrocərrah Ağdadaş Qasımovla söhbət eləyəcəyik. Ağdadaş müəllim, xoş gördük sizi, hər vaxtınız xeyirli olsun. Bizim üçün maraqlıdır. Beyində törəmələrdən danışırıq, şişdən danışırıq. İnsanlar, yəni şəxslər ilk olaraq necə hiss eləməlidir ki, onun bax belə təhlükəli problemi var. Yəni ən son anda həkimə müraciət etməmək üçün. Sizin məsləhətiniz necədir? Əgər tez-tez baş ağrısı, baş gicələnmə, görməsi zəifləməsi, əl, ayaqlarda zəiflik və ya davranışda dəyişiklik olarsa, mütləq həkimə müraciət etmək lazımdır. Baş beyində hər şey qaydasında olduğuna yoxlamaq üçün adətən nevroloq konsultasiyası, baş beyin MRT-si kifayətdir. Müayinədən keçmə qorxmaq lazım deyil. Nə qədər tez problem aşkarlansa, o qədər yaxşıdır. Həkim, əslində hər kəs müayinə edilməlidirmi? Belə bir məsələ varmı? Necə məsləhət görürsünüz? Yəni hər yaşda mı müayinə olunsun, yaxud da ki, bir bəlli yaşdan sonra heç bir narahatlığı yoxdur, amma gedib bir müayinə olunsun. Varmı belə bir tövsiyəniz? Hər 5 il ərzində MRT olmalıdır, baş beyin MRT olmalıdır. Çünki indi hal-hazırda MRT çoxdur, ona görə o çəkməyə problem deyil. Ona görə mən tövsiyə görürəm MRT çəkməyə. Niyə görə? Çünki belə də törəmələr var, şişlər var, o heç bir simptomatika vermir. Çünki bizə orada gəlirlər, böyük bir törəmə, amma onlarda heç bir şikayət yoxdur. Onlar deyirlər, mən yaşayırdım, heç bir problem olmadı, amma sonra qəfil ağırlaşma oldu. Ona görə hər 5 il ərzində MRT çəkmək lazımdır. Həkim, siz peşəkar həkimsiniz, amma həm də sizin yaxşı avadanlığa da ehtiyacınız var təbii ki də. Yaxşı avadanlıq olanda sizin işinizdə daha da sürətli hərəkət etmək, fəaliyyət göstərmə imkanlarınız var. Bugün Apro Hospitalda bu sahədə ən yaxşı avadanlıq var deyirlər və mən istəyirəm həm də siz bunu təqdim eləyəsiniz və hər kəs bilsin ki, Apro Hospitalda, neyrocərrahiyyədə sizin fəaliyyətinizə, həkimə dəstək olan o ən yaxşı avadanlıq hansıdır və nədir sizə dəstək olmağında? Müasir neyrocərrahiyyə ilə ilk növbədə peşəkar komanda, güclü neyroreanimasiya şöbəsi, yüksək səviyyədə tibbi personal, müasir avadanlıq və peşəkar təcrübəli neyrocərrahlar. Biz əməliyyatlarda Z-Kineva 900 mikroskopu, neyronaviqasiya, əməliyyat zamanı ultrasəs və Zöring Sanok ultrasəs aspiratoru kimi avadanlıqdan istifadə edirik. Bu texnologiyalar səviyyəsində əməliyyatlar daha dəqiq və təhlükəsiz aparılır. Sağlam toxumalar maksimum görünür. Xəstənin sağalması daha sürətli və rahat olur. Amma unutmamaq lazımdır, əməliyyat avadanlıq yox, cərrah edir. Məsələn, istənilən sürücüsü Formula 1 maşına otursaq, o Şumacher olmayacaq. Eyni ilə neyrocərrahiyyədə nəticəsini həkimin peşkarlığı müayinə edir.